Əlimdə tutduğum bu sikkə Almaniyanın 100-dən çox yaşı olan dövriyyə sikkəsidir. 1924-cü ilin 5 Reichspfenningi. Ölçüsü kiçik olsa da çox əhəmiyyətli tarixə malikdir. İş ondadır ki, 1923-cü ildə Almaniya iqtisadiyyatı faktiki olaraq çökmüşdü. Ölkədə işsizlik baş alıb gedirdi. Hiperinflyasiya isə ən pik səviyyəsinə gəlib çatmışdı. İş o həddə gəlib çatmışdı ki, bir çörək almaq üçün 200 milyarda yaxın mark ödəməli olurdum. Yeri gəlmişkən bu mövzuda kanalımda maraqlı bir video var. Bu videoya baxmanızı məsləhət bilirəm. Bir sözlə 1924-cü ildə Almaniyada insanlara yenidən sabit pul lazım idi ki, inflyasiya da normal bir səviyyəyə düşsün. Və nəticədə belə bir 1924-cü ildə 5 Reichspfenning buraxılır. Məndəki bu nümunə dövriyyədə olmuş variant olduğundan bir qədər solsa da, təzə vəziyyətdə olanları, dövriyyədə olmamış vəziyyətdə olanları qızılı rəngdə olur. Amma bu heç də o anlama gəlmir ki, tərkibində qızıl var. Bu xüsusi dayanıqlı materiala döyülüb. Yəni planşetinin tərkibi 92% mis, 8%, təqribən 8% alüminiumdur. Maraqlı məqam budur ki, əksəriyyəti çox istifadə olunduğu üçün parlaqlığını demək olar ki, itirib. Əla vəziyyətdə olanlarını isə tapmaq çox çətindir. Orta vəziyyətdə olanlarının dəyəri $1 da azdır. Amma ideal vəziyyətdə olanları $20-30 civarında olur. Bəzən hər razılarda bundan da yüksək qiymətlərə rast gəlmək olur. Ona görə də növbəti dəfə köhnə sikkəyə baxanda təkcə tarixinə yox, vəziyyətinə də diqqət edin. Əsl dəyər çox zaman məhz onun döyülmə keyfiyyətində və saxlanma vəziyyətində olur.